Hər kəsə salam. Bugün Cənubi Amerika materiki haqqında ətraflı məlumat verməyə çalışacağam. Deməli, Cənubi Amerika materiki yerləşir 3 yarımkürədə. Şimal, cənub və qərb yarımkürəsində yerləşən bir materikdir. Materikin şimal ucqar nöqtəsi Qalinas burnu, cənub ucqar nöqtəsi Frauvert burnu, şərqdə Cabo Branco, qərbdə isə Parinas burnu yerləşir. Qalinas burnu Venezuelanın ərazisinə düşür. İqlimi isə subekvatorial iqlimdir. Cənubda Frauvert burnu düşür Argentinanın ərazisinə. Frauvert burnunda isə mülayim iqlimdir. Cabo Branco burnu Braziliyanın ərazisinə düşür. Cabo Branco da rütubətli tropik iqlimdir. Parinas isə Perunun ərazisinə düşür və Peruda quru tropik iqlimdir. Cənubi Amerika materiki Şimali Amerikanın oxşar cəhəti odur ki, hər ikisinin qərb sahilləri seysmik cəhətdən aktiv, şərq sahilləri isə platformadan ibarətdir. Qərb sahillərində 9000 kilometr, təqribən 9000 kilometr uzunluğunda dünyanın ən uzun dağ sistemi olan Ant dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən başlayaraq ta ki odlu torpağa qədər uzanır və odlu torpaqda daha doğrusu Ant dağlarının davamı sayılır. Ant dağları yaranıb Kaynazoyun alt qırışıqlığında cavan dağlardır. Geotermik billə burada nə olacaq? Kiçik olacaq. Burada çoxlu sayda fəaliyyətdə olan vulkanlara rast gəlinir. Ən yüksək zirvəsi deməli Aconcagua zirvəsidir. Ən yüksək zirvəsi 6959 metr yüksəkliyə malikdir. Daha sonra burada 6000-dən yuxarı olan Chimborazo, Cotopaxi kimi dağlara da rast gəlinir. Və ən böyük fəaliyyətdə olan vulkan və ən böyük sönmüş vulkan da Ant dağlarındadır. Ən böyük fəaliyyətdə olan vulkan Luyalyaco, ən böyük sönmüş vulkan isə Chimborazodur ki, o da yerləşir Ant dağlarında. Ant dağlarının 20 dərəcə enliyə çatdığı hissəsində, təqribən bu hissələrdə, 20 dərəcə enlikdə, bu hissələrdə Ant dağları biraz genişlənir, enlənir və həmən ərazidə quru bir plato yaranır ki, buna deyəcək altiplanolar. Altiplanolar nədir? Altiplanolar əsasən quraq iqlimə malik olan bir ərazidir. Burada ağac bitkiləri yoxdur. Demək olar ki, bitki aləmi yoxdur. Səhra landşaftıdır, quraq iqlimdir. Harda yerləşir? Boliviya və Çilinin sərhədində. Altiplanolar harda oldu? Boliviya və Çilinin sərhədində. Ant dağları necə yaranmışdı? Ant dağları burada deməli Nazca litosfer havası ilə Cənubi Amerika litosfer havasının toqquşma sərhədində subduksiya zonasında yaranmışdı. Subduksiya nədir? Okean havasının materik havasının altına gömülmə prosesidir ki, buna subduksiya deyilir. Deməli Ant dağları litosfer havasının sərhədinə uyğun gəlir və seysmik ərazidə. Burada olan hadisələrə nə deyəcək? Neotektonik proseslər. Yəni seysmik ərazi neotektonikdir, qədim ərazidə isə poliotektonik. Burada Ant dağları əsasən mis qurşağı sayılır, zəngin mis ehtiyatları var burada. Çili və Perunun iqtisadiyyatında əsas rol oynayır mis ehtiyatı, zəngin mis ehtiyatı və deyəcək ki, burada Chuquicamata mis yatağı var. Dünyada məşhur olan Chuquicamata mis yatağı var. Açıq üzülə çıxarılır burada mis. Mis ağır metallurgiya sahəsinə aiddir. Ona görə də tərkibində qatqılar çox olduğu üçün onun saflaşdırma prosesi ilə çıxarıldığı yerdə aparılır. Şərqinə gəldikcə isə şərqi əsasən platformadan ibarətdir. Platformanın qalxan və enən əraziləri var. Qalxan ərazilərə biz deyəcək antiklis, enən ərazilərə deyəcək sinklis. Geosiqnalın qalxan əraziləri antiklinal, enən əraziləri sinklinal adlandığı kimi, burada da platformanın qalxan əraziləri antiklis, enən əraziləri sinklis adlanır. İndi antiklis və sinklis ərazilərini bir-bir göstərəcəm. Orinoco ovalığı olacaq sinklis. Gviana yaylası antiklis. Amazon ovalığı sinklis. Braziliya yaylası antiklis. La Plata ovalığı sinklis, Patagoniya yaylası olacaq antiklis. Braziliya özü faydalı qazıntılarla zəngin olan ərazidir. Deməli, burada dəmir filizidir, daş kömür ehtiyatlarıdır, bir çox alüminiumdur, boksit ehtiyatlarıdır. Alüminium yox, boksit ehtiyatlarıdır, daha çox məşhurdur. Daha sonra burada Kəlləgənd adlı bir relyef forması yaranıb ki, Braziliyanın Rio de Janeiro şəhərindədir, əsasən bu hissəyə düşür. Kəlləgənd burada deməli 300 metr hündürlüyə malik olan bir hündür ərazidir və Kəlləgəndin zirvəsinə kanat yolu çəkilib deyə turistləri cəlb edir, mühüm turizm ərazisidir. Daha sonra Gviana yaylasında Venezuelanın ərazisində Tepuilərdən danışmaq istəyirəm. Tepuilər 8800 metr hündürlüyə malik olan masavari dağlardır. Kimyəvi və fiziki aşınma axar suların fəaliyyəti nəticəsində yaranmışdır. Deməli, düşəcəyi hara ölçü olaraq Venezuelanın ərazisinə, yaylı olaraq Gviana yaylasının ərazisində yerləşir. Vulkanları Ruiz, Cotopaxi, Chimborazo, San Pedro, Luyalyaco kimi vulkanlara rast gəlinir. Bunlardan Chimborazo sönmüş vulkandır, qalanlar isə fəaliyyətdə olan vulkanlardır. İqliminə gəldikdə isə, iqlimə yağıntılar çox düşür. Çünki yağıntıların çox düşməsinin səbəbi ekvatorial iqlim qurşağı, həm şimal, həm cənub subekvatorial iqlim qurşağında yerləşməsi və materikin sahilləri boyunca, əsasən də şərq sahilləri boyunca isti cərəyanların keçməsidir. İsti cərəyanlar da deməli bol rütubətin düşməsinə səbəb olur. Burada olan iqlim qurşaqları deməli ekvatorial iqlim, şimal subekvatorial, cənub subekvatorial,
tropik iqlim, subtropik iqlim və mülayim iqlim qurşağına rast gəlinir. Deməli deyəcək Cənubi Amerikada arktik, subantarktik iqlim qurşaqlarına rast gəlinmir. Şimal subekvatorial iqlim qurşağına uyğun gəldiyi ərazilər Orinoco ovalığı, Venezuelanın ərazisidir ki, Gviana yaylasıdır. Bu ərazilərə yağıntılar düşür iyun-iyul-avqust aylarında. İl ərzində 1000-2000 mm qədər yağıntı düşür. Cənub subekvatorial uyğun gəlir əsasən Braziliya yaylasına. Braziliya yaylasında yağıntılar düşür. Yenə yay fəslində, amma cənub yarımkürəsində düşdüyünə görə olacaq dekabr, yanvar, fevral aylarında. Amazon ovalığı isə yerləşir, deməli, ekvatorial iqlim qurşağında. Ekvatorial iqlim qurşağının orta illik temperaturu 24-26 dərəcə Selsi arasındadır. İllik yağıntısı isə 1500-3000 mm arasında dəyişir. Və burada il boyu yağıntı düşdüyünə görə Amazon çayı il boyu bol suludur. İl boyu yağıntılar düşür və il boyu rütubətli olduğuna görə bu ərazilərdə əsasən bataqlıq yaranır Amazon meşələrində. Tropik iqlim isə əsasən əhatə edəcək, deməli, Braziliyanın cənub-şərq hissələrini, bu hissələrdən təqribən bu hissələri əhatə edəcək, La Plata ovalığına qədər olan hissələri əhatə edəcək və Sakit Okean sahillərində Ant dağlarının ətəkləri düşəcək tropik iqlimə. Deməli, materikin şərqində isti cərəyanın təsiri ilə tropik iqlim qurşağında, şərqində isti cərəyanın təsiri ilə rütubətli tropik iqlim yaranacaq, qərbində isə Peru soyuq cərəyanın təsiri ilə səhra iqlimi yaranacaq. Atakama səhrası burada yerləşir. Peru soyuq cərəyanın təsiri ilə yaranır kontinental tropik iqlimdə. Amma Braziliya isti cərəyanın təsiri ilə Braziliya yaylasının bir hissəsində meşə iqlimi, meşə təbii zonası yaranmışdır. Təqribən 30-40 dərəcə enliklərdə isə yaranacaq subtropik iqlim. Subtropik iqlimin burada deməli 3 tipi mövcuddur. Qərbində olacaq Aralıq dəniz iqlim tipi, mərkəzində kontinental subtropik, Atlantik okean sahillərində isə bərabər rütubətli subtropik iqlim tipi yaranmışdır. Aralıq dənizi iqlim tipində əsasən yağıntılar qış aylarında düşür, amma cənub yarımkürəsi olduğuna görə cənubun qışı iyun-iyul-avqust aylarıdır. Mərkəzi kontinental, şərqində Sakit Okean sahillərində isə deməli il boyu bərabər rütubətli iqlimdir, yəni il boyu yağıntılar bərabər paylanmışdır. Materikin cənubunda isə mülayim iqlim tipi, iqlim qurşağı daha doğrusu yerləşir. Deməli, şərqdə Atlantik okeanın təsiri ilə, bu hissələrdə Atlantik okeanın təsiri ilə burada soyuq Falkland cərəyanı təsir göstərir ki, və burada il boyu yağıntılar az düşür, 100-250 mm yağıntı düşür. Amma Sakit okean sahillərində bol yağıntı düşür, 800-2000 mm yağıntı düşür ki, burada qərb küləkləri təsir göstərir. Materikə musson küləkləri təsir göstərmir, çünki musson küləkləri ancaq şimal yarımkürəsində olduğuna görə cənubda musson yoxdur. Materikə ancaq bu hissələrdən deməli passat küləkləri təsir göstərir, bol yağıntı gətirir. Bu hissədən isə qərb küləkləri mülayim dəniz iqliminin yaranmasına səbəb olmuşdur. Təbii zonalarda deməli subekvatorial ərazilərdə olacaq savanna və seyrək meşələr, Amazon ovalığında ekvatorial ərazilərdə olacaq rütubətli ekvatorial meşələr, Atakama səhrasında səhra iqlim tipi rütubətlənmə misalı birdən aşağıdır, 0,1 0,2 mm, daha doğrusu rütubətlənmə misalı 0,1, 0,2-yə bərabərdir. Sonra gəldik deməli Patagoniyada subtropik və mülayim iqlimdə, əsasən subtropikə düşür ki, bu ərazilərdə deməli çöl zonası yaranmışdır. Taxılla zəngindir, taxıl bitkiləri ilə zəngindir. Amma burada çölün torpaqları qırmızı-qara torpaqlardır. Çöl zonasının torpaqları qırmızı-qara torpaqlardır və burada Patagoniya yaylasında yaranan çöl zonası adlanır pampalar. Sırf bu ərazi üçün xarakterikdir ki, Cənubi Amerikada yaşayan yerli əhali tərəfindən ekvatorial qurşaqda olan ekvatorial meşələr selvas, şimal subekvatorial lianos, cənub subekvatorial isə kampos adlanır. Belə bir sual düşə bilər ki, kamposun yağıntıları hansı fəsildə düşür? Yay fəslində. Hansı ayda düşür? Dekabr, yanvar, fevral ayında. Lianosun yağıntıları nə vaxt düşür? Yay fəslində. Hansı ayda düşür? İyun-iyul-avqust aylarında. Çaşmırıq. Qitənin quru sularına gəldikdə isə, deməli, materikin daha doğrusu çayları, əsasən burada çay sistemi daha sıxdır. Çünki rütubətli materik olduğuna görə, həm də meyillilik daha çox olduğuna görə burada çay şəbəkəsi daha sıx yayılmışdır. Deməli, baxırıq, əsas ən böyük çayı, ən bol sulu çayı Amazon çayıdır. Amazon çayı deməli başlayır Maranyon və Ucayali çaylarının birləşdiyi hissədən başlayır Amazon çayı və tökülür Atlantik okeana. Atlantik okeana tökülür, düzənlik çayda delta yaratmalıdır, amma həm delta, həm estuar yaradır. Estuar yaratma səbəbi nədir? Çünki mənsəbində töküldüyü yerdə cərəyanın keçməsidir ki, cərəyan keçir və burada bor hadisəsi baş verir. Bor hadisəsi nədir? Yəni çayın töküldüyü yerdə mənsəbində yenidən mənbəyə doğru qayıtmasıdır ki, burada delta yaratmalı idi, yenidən mənbəyə qayıdaraq estuar yaradır. Yəni bəzi dövrlərdə estuar, bəzi dövrlərdə isə delta yaradan çaydır. Və dünyada Amazondan sonra bir də yansızıdır, həm delta, həm estuar yaradan çaylar. Amazonun deməli qollarına gəlsək, Amazonun sağ qolları olacaq Madeira, Tapajos, Xingu kimi qolları var, Tocantins kimi sağ qollar var. Sol qolu isə ən böyük sol qolu Rio Negro çayıdır.
Deməli, belə bir suallar, ən çox düşən suallar Amazon üzərində su elektrik stansiyası yoxdur, amma qollarının üzərində var. Yəni hövzəsinin üzərində su elektrik stansiyası var, amma Amazon çayının öz üzərində yoxdur. Çünki çox enli olduğu üçün tikməsi qeyri-mümkündür. Sağ qolu qidalanır, deməli, sağ qolunun bozsuluq müddəti olacaq dekabr, yanvar, fevral ayları, çünki cənub subekvatorialda yerləşir. Sol qolunun isə, Rio Negronun isə ən çox bozsuluq dövrü olacaq iyun-iyul, avqust ayları, çünki şimal subekvatorialda yerləşdiyinə görə. Materikin digər çayı isə Parana çayıdır. Parana çayı yerləşir bu hissədə. Deməli, baxın, şəkildə də görsənir Parana çayı. Parana çayı deməli, Parana çayının mənbəyi Braziliya yaylasıdır. Cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlimdən keçərək tökülür La Plata körfəzinə. La Plata körfəzinə tökülür və bozsuluq dövrü olacaq. Deməli, cənub subekvatorial olduğuna görə dekabr, yanvar, fevral aylarında yağış suları ilə qidalanır əsasən. Sonra Parana çayı daha sonra deməli şimalında yerləşən Gviana yaylasında axan Orinoco çayı haqqında danışmaq istəyirəm. Orinoco çayı delta yaradır mənsəbdə. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşir. Yaylarında bozsulu olur. Üzərində Çurun qolu üzərində Anhel, dünyanın ən hündür şəlaləsi olan 1054 metr hündürlüyə malik olan Anhel şəlaləsi yerləşir. Çayın hidroenerji resurslarından az istifadə olunur. Göllərinə gəldikdə isə Cənubi Amerikanın elə çox gölləri yoxdur. Çünki meyilli olduğuna görə əsasən çay sistemi daha çoxdur. Burada deməli sahəsinə görə ən böyük göl Maracaibo gölü ilə Titicaca gölüdür. Maracaibo gölünü deməli yerləşir bu hissədə. Maracaibo gölü materikin şimalında yerləşir. Ensiz və dayaz kanal vasitəsilə Venezuela körfəzi və buradan isə Karib dənizi ilə Venezuela körfəzi və Karib dənizi ilə birləşir. O Cənubi Amerikanın ən böyük gölüdür. Maracaibo gölü haqqında belə bir maraqlı məlumat da var. Orada deməli 7-10 saat dayanmadan şimşək çaxır. Buna Catatumbo möcüzəsi deyilir. Bu nədən yaranır? Çünki burada Ant dağlarından gələn hava kütlələri ilə yerli bataqlıqdan çıxan metan qazı toqquşur deyə, toqquşma nəticəsində burada həmən bu Catatumbo möcüzəsi yaranır ki, dayanmadan 7-10 saat şimşək çaxır. Bu da gəmilər üçün təbii mayak rolu oynayır. Maracaibo gölü şorsulu göldür. Titicaca gölü isə dünyanın ən hündür göllərindən biridir. Ant dağlarında yerləşir. Təxminən deməli düşür bu hissələrə, təxminən bu hissələrə düşür. Bu hissələrə düşür. Titicaca haqqında nə deyə bilərik? Titicaca əsasən orada bir endemik heyvan var, lama, alpaka. Bax, ona rast gələndə turistlərin ən çox yəni gəlib görmə səbəbi. Cənubi Amerikada ölkələr haqqında nə deyə bilərik? Deməli, Venezuela, Kolumbiya ölkəsi yerləşir. Sonra Guyana, Surinam, Fransız Gviyanası, Braziliya, Boliviya materik daxili, Peru, Ekvador, Çili, Argentina, Paragvay materik daxili, Uruqvay kimi ölkələr yerləşir. Paytaxtları Kolumbiyanın paytaxtı Bogotadır, Venezuelanın paytaxtı Caracasdır, Guyananın paytaxtı Corktowndur, Surinamın paytaxtı Paramaribodur. Fransız Gviyanasının paytaxtı Cayenne'dir, Uruqvayın paytaxtı Montevideo, Paragvayda Asunción, paytaxtının adı Asunción olmalıdır. Boliviyada La Paz şəhəri, sonra nə qaldı? Peruda Lima şəhəri, Ekvadorda Quito şəhəri, Çilidə isə Santiago şəhəridir. Və Santiago Araq dənizi iqlim tipində yerləşir. Yağıntılar düşür iyun-iyul avqust aylarında. Qış fəslində iyun-iyul avqust aylarında. Əsas vacib məlumatları deyəcəm. İdarə etmə sistemləri, məsələn, burada deməli Venezueladır, Braziliyadır, Argentinadır. Bunların əsas deməli inzibati ərazi quruluşları federativdir, qalanları unitardır. Sonra Kolumbiya haqqında deyə bilərəm ki, məsələn, Kolumbiyanı ekvator kəsir. Sonra nə deyə bilərik? İki okeana çıxışı var. Həm Atlantik okeanına, həm deməli Sakit okeana çıxışı var. Deməli böyük kapotajdır. Daha sonra Venezuela haqqında deyə bilərik ki, Venezuelada zəngin neft qazı ehtiyatları var. Sonra burada dəmir filiz ehtiyatları var. Ərazidə Masavari tip quyulara rast gəlinir. Lakun mənşəli Maracaibo gölü burdadır. Braziliya haqqında deyə bilərik ki, deməli Braziliya respublika, federativ respublikadır. İdarə etməsi respublika, inzibati ərazi quruluşu federativ. 3 yarımkürədə yerləşir. Şimal, cənub, qərb yarımkürəsində həm ekvator xətti kəsir. Sonra iki işıqlanma qurşağında yerləşir. Cənub tropik xətti ilə kəsişir. Buna görə də iki işıqlanma qurşağı sayılır. Sonra bioetanolu şəkər qamışından alır. G20 ölkəsidir. BRICS təşkilatının üzvüdür. ALADİ-nin üzvüdür. ALADİ Latın Amerikası ölkələrinin təşkilatıdır. Peru haqqında deyə bilərik ki, Peruda dedik ki, Parinas burnu yerləşir. Sonra Peruda tropik səhra yerləşir bu ərazidə. Atakama səhrası düşür. Sonra nə deyə bilərik? Amazon çayının mənbəyi olan Marañón və Ucayali çayları burdadır. Ekvador haqqında deyə bilərik. Ekvator xəttinin üzərindədir. Sonra Galapagos adaları var Sakit okeanda. Bax, bu hissədə yerləşir. Galapagos adaları necə yaranıb? Naska və Kakos litosfer tavasının divergentində yaranıb. Galapagos adaları Ekvadora məxsusdur. Bir də yadınızda saxlayın, Galapagos adaları ekvatorial enlikdə yerləşsə də iqlimi tropik səhradır.
Çünki oradan soyuq cərəyan təsir göstərir. Sönmüş vulkan olan Chimborazo da Ekvadorun ərazisinə düşür. Sonra Boliviya haqqında deyə bilərik. Materikin 2 dənə materik daxili ölkəsi var. Boliviya və Paragvay. Boliviya haqqında deyə bilərik ki, burada İlhambo zirvəsi yerləşir. Qala ehtiyatlarına malikdir. Sonra Paragvay haqqında deyə bilərik kasıb ölkədir. Gran Chaco düzü burada yerləşir. Braziliya ilə arasında Itaipu su anbarı var, sesi var. Bunu fizikdə də dedik. Daha sonra Uruqvay haqqında deyə bilərik ki, zəngin qara torpaqlara, çöllərə malikdir. Sonra Argentina haqqında deyə bilərik ki, Argentina G20 ölkəsidir. Şimal hissəsində savanna təbii zonası var. Sonra cənub tropik xətti kəsir. Ant dağlarının ən uca zirvəsi burada yerləşir, düşür Argentinanın ərazisinə. Bir də Uruqvay sırf cənub yarımkürəsində yerləşir. Məsələn, Argentina haqqında, Braziliya haqqında, Paragvay haqqında deyə bilərik ki, günəşi özündən həm şimalda, həm cənubda görən ölkələrdir. Amma Uruqvay sırf günəşi il boyu özündən şimalda görən ölkədir. Heç vaxt yəni özündən, yəni günəş o hissədə zenitdə olmur. Ancaq tropik xətt onun şimalından keçdiyinə görə sırf şimalda görən ölkədir. Necə ki, Azərbaycan bütün il ərzində günəşi özündən cənubda görür, Uruqvay da şimalda görür. Bir də bu vacib məlumat yadınızda qalsın. Itaipu su elektrik stansiyası, su anbarı Braziliyanın Paragvayın arasındadır, amma Iguasu şəlaləsi Braziliyanın Argentinanın arasındadır. Bir də burada Fransız Givianası var. O Fransanın müstəmləkəsidir.